20-ci test. Burada ikinci sxemdəki kondensat ümumi tutumunun birinciyə nisbətini istəyir. Gəlin ilk öncə sxem 1-dəkinin ümumi tutumunu tapaq. Hər biri S-dir, yəni bərabərdirlər. Bu zaman qeyd etdiyimiz kimi S ümumi birinci sxem üçün birini götürüb sayına bölürük. 3 dənədir. Burada da ilk öncə ardıcıl baxırıq, daha sonra aşağı ardıcıl baxırıq, sonra bir-birinə paralel götürürük. Ardıcılı bildiyiniz kimi yuxarıda birini götürüb sayına bölürük. Aşağıda eyni şəkildə. Artıq yuxarıda 2 dənə yox, bir kondensator kimi baxın, tutumu S/2 olan, ikincisində də bir kondensator kimi tutumu S/2 olan. Yəni belə bir vəziyyət almış olur. Bura S/2, bura S/2. Artıq paralellikdir. Paraleldə bildiyiniz kimi normal toplayırıq S-ləri. Yəni S/2 üstə gələ S/2, o da 2S/2 olur və burada ümumi tutum S olacaq. İkinci hal üçün. Bizdə də ikincinin birinciyə nisbətini istəyir. İkincimizə S demişik, bölünsün. Birinci də S/3'dür. Tərsinə vursaq 3 olaraq cavabı tapmış oluruq. Eyni şəkildə 20-ci testdə də eyni şey keçərlidir. Artıq baxırsınız ki, eyni yəni sxemlərdir. Burada bayaq qeyd etdiyimiz kimi sadəcə bir fərq var. İkinci sxem daha doğrusu eynidir. Qiyməti yenə də ümumisi S olacaq. Birincidə paralellik var. Paraleldə S-ləri normal toplayırıq, 2S olur. Bu səfər də ikincinin birinciyə istəyir. Yenə də ikincimiz S-dir. Bölürük birinciyə, yəni 2S-yə. Tərsinə vursaq, S vurulsun, 2S1, o da olacaq 2-də 1. Yəni D variantı. 22-ci testdə 2 müstəvi hava kondensator mənbəyə ardıcıl qoşulmuşdur. Lövhələrin sahələri və onların aralarındakı məsafələr münasibəti verilmişdir. Gərginliklər istəyir. Burada bilirik ki, S bərabərdir Q/O düsturunda ardıcıl birləşmə olduğuna görə Q'lər eyni olur. Qeyd etdiyim bayaqdan, yəni elədiyimiz testlərdən də bilirik ki, Q'müz konstantdır. O zaman U S ilə düz asılı olur. Yəni, daha doğrusu tərs asılı olur. Nə edirik? Yazırıq. U1/U2 bərabərdir S2/S1. Və S-nin də öz düsturunun epsilon0 S/D olduğunu bilirik. O zaman görürük ki, tutum sahə ilə düz, məsafə ilə tərsdir. Belə çıxır ki, U1/U2 bərabərdir. Əgər S ilə tərsdirsə, onda S-nin tərs olduğu ilə düz mütənasib olmalıdır. Baxın, S D ilə tərsdirsə, onda O D ilə düzdür. Yəni D1-i yuxarıda, D2-ni aşağıda yazırıq, düz olsun. Vurulsun. Sahə ilə S düzdürsə, belə çıxır ki, o ilə tərs olmalıdır. Onda S-ni tərs yazırıq. O1 yuxarıdadırsa, S1 aşağıda, S2-ni yuxarıda yazırıq. Qiymətləri yerinə qoyaq. D1 olduğu kimi qalır. D2-miz 2D1-dir. S2-miz olduğu kimi qalır. S1-miz 3S2-dir. İxtisar getsə 6-da 1 qalır. Yəni U1/U2 bərabərdir 6-da 1. Buradan da U2 bərabərdir 6U1 deyə bilərsiniz. C variantı.